Murciələr də yəni İslam ümmətindən sayılır, amma təhlükəli firqə sayılır. Yəni çünki murciələr, yəni əsl murciələr onlardır ki, yəni sən iman gətirdin və iman gətirdinsə və bundan sonra sənin etdiyin əməllərin, günahların sənin imanına heç bir zərəri, təsiri yoxdur deyirlər. Və bu da sözsüz ki, yəni xəbis bir, çirkin, murdar bir fikirdir. Necə ola bilər ki, insan buradan iman gətirdim deyir və bundan sonra da yəni istədiyi günahlar, asiliklər etsin, yəni imanı azalmasın. Onların sözünə görə, yəni iman gətirdinsə, yəni sənin etdiyin günahlar, içki, oğurluq, zina və digər günahlar sənin imanını zəiflətmir deyir. Bu da çox bir təhlükəli haldır. Yəni insanları uçuruma, həlakə aparan yəni bir fikirdir.